Turizmə gələn insanların çoxusu bu işə adətən müvəqqəti iş yeri kimi baxırlar. Siz istənilən ofisiantdan soruşsanız, o deyəcək mən burada müvəqqəti işləyirəm. Bunun səbəbi nədir? Adətən ofisiant işləyəndə o başa düşmür ki, o sabahsı gün restoran meneceri ola bilər və yaxud onun lideri, işlədiyi şirkət ona bu karyerada olan inkişafı göstərməlidir. Eyni zamanda həmin işçi görməlidir ki, onun meneceri onun sabahsı gün inkişafı üçün lazım olan təlimləri keçir ona. Xüsusilə nəzərə alsaq ki, işçi qüvvəsinə indi Gen Z gəlir, yəni nəsil Z. Və bu nəsil o biri nəsillərdən fərqi odur ki, onlar bir şirkət daxilində çox qala bilmirlər, çox loyal deyillər, səbirsizdirlər və onlar üçün ən vacib sual nədir? Mənim şəxsi inkişafım üçün bu şirkət nə edir? Onun üçün xüsusilə turizm və otel sahəsində olan işçilərdən danışsaq, onlara şirkət klassik təlimlərdən çox bizi daha rəqabətə davamlı edən bacarıqları keçməlidir. Burada nəyi nəzərdə tuturam? Data savadı, innovativ və tənqidi düşünmə, mədəniyyətlər arası ünsiyyət, avtomatlaşmış prosesləri idarə etmə. Bu təlimlərin keçirilməsi insan kapitalının inkişafına səbəb olur. Həm xidməti inkişaf eləyir, eyni zamanda xidmət sahəsində innovasiya yaranır.